Welcome to Cebu. Bu Cebu yazılır ama Cebu değil, Cebu'dur. Filipin'e hoş geldik. Böyle Filipin'de. Şimdi aeroporttan düştüm yine buralarda. Ağlamayın, niye ağlıyorsunuz? Burada bir bankomat tapım, bir tane pul çekim. Ondan sonra vamos devam, çünkü uzun müddət Filipin'de kalacağım için ve mənə cash lazımdır, cash. Cash'i de burada ala bilərik. Haydi getdik. Ve pulumuzu çıkarttık. Pul böyle 250 peso komissiya tutur. Ne kadar çıkarsansa fərqi yoxdur da. Yəni sizdən lap 1 milyon çıxart, 250 komissiya tutur. 250 nə qədər eləyir? Təxminən bizim bundan 7-8 manat verdiğim komissiya tutur. Amma birə-bir şeyi verir, qaytarır. Daha pulu verir. Deməli, yani burada sim kart. Yok, istemiyorum sen. Sim kart bir tane bırak gelmiş, orada sim kart alacağım. Fix it already, sir. Buradan bir tane sim kart alacağım. İşte ondan sonra devam ki. Ama geçen maraqlı pulları var. Bu 1000 pesolardı, öyle rengarenk. Şirin pulları var. Böyle. Filipin'e hoş geldik, sefa getirdik. Yabundadır, yabunda, halva, çörək, qabında. Bunu alacağım. Bax, belə məntiqi düşüncələri olan birisi. Yəni, bu formada bir fiş yapmadı. Neyse, bu növbəmiz yəni məlumat verim. Filipinə şeydən gəldim, Hindistandan. Amma Malazya üzərindən gəldim, Cebu'ya. Və 18 saat gözlemeylə. Normalde 11 saat idi perisatka. Ama 11 saat qutarana yaxın dedilər ki 3 saat gecikir. Sonra 3 saat qutarana yaxın bir dənə dedi 3 saat gecikir. Belə 3, 6, 11, 17 saat. 17 saata. Ama nəticə etibarıyla gəldik çıxdıq. İndi nömrəmizi alaq, buradan da keçək otelimizə. Bəs yaxşı, niyə esim almıram? Çünki uzun müddət qalandansa ölkədə, yəni elə ölkələr var ki, orada bir aya yaxın qalırsan, bir aydan artıq qalırsan, orada artıq esim biraz sərf eləmir. O ölkənin özünün nömrəsini almaq daha çox sərf eləyir. Yəni esim belə qısa müddətli getdiyin yerlərdə, məsələn 10 gün, 15 gün getdiyin yerlərdə sərf edir. Amma ondan daha çoxunda artıq yəni yeri nömrə almaq daha çox sərf edir. Burada da yəni kifayət qədər münasibdir. 1000 pesoya, 1000 peso bizim pulla eləyir. Necə də eləyir 1000 peso? 30 manatda. 30 manata 75 GB olan internet verir. Pasportuma baxıb deyir ki, şeydən onlardan ilk dəfədir bu ölkədən adam görürüm. Bilmədim sevinim, bilmədim üzülüm. Gəzin yoldaşlar, gəzin. Ne kadar çok gəzsəz bir o qədər ölkəni daha çox tanıdarsınız olun. Amma yəni yaxşı tanıdığında gedib pis hərəkət eləməyin. Və fikirləşdim, bu taksi qiymətinə baxdım, çox sərf edirdi. Bilməm taksi ilə gəlir. Burada bilmirəm, taksi qabaqda oturmaq mədəniyyətsizlikdə arkada oturacağım. Çünki arxadır. Çünki bir çox ölkələrdə taksidə qabaqda oturmaq burada da elədir. Qabaqda oturmaq, yəni şeydə, yəni bu nə yaxınçılıqdır, başa düşmədim. Əksər ölkələrdə belədir. Bir dənə Azərbaycanda bir dənə arkada oturanda deyir ki, salamatçılıqdır belə. Yəni belə baxdım yəni təxminən 10 neçə kilometrdir. 7-8 manat kifayət qədər normal qiymətdir. Burada mənim qalacağım yer. Okay. Yes, so you will be staying here for 3 nights. So your checkout is our bathroom and shower room. Okay. You're in capsule number M7. M7. You are located here. Upstairs. Bu da mənim gecəsi 5 dollara qaldığım kapsul otelim. Bunun belə qapısını bağlayacağım. Oldu ev. Aslında benim yuvam, evim eşiyim.
su da koydular. Onda ne istiyorsan ha, mağman. Əssodu Filipinə gəlib çatdıq. Əssodu Cebu'ya gəlib çatdım. Çox əziyyətli oldu buraya gəlmək. Vizasını almaq ayrı əziyyət oldu. Nə bilim, gələndə 18 saat peresetka. Malaziyada bu birisindən çıxartdı o birisinə, yəni. Filipinə çox Azərbaycanlı gəlmir, pasportu tanımırlar falan. O çox əziyyət oldu, amma sizi gəldim. Sabaha qədər yatım gelip sabah görüşəcəyik. Haydi. Sabahlısı. Bir Cebu sabahından, bir Filipin sabahından. Neyse gittik. Biraz Cebu yazılır. Ben uzun müzdakan Cebu diyorum ama Cebu olarak okunur. Var ya. Ölləmdə bunların bu avtobusları üçün. Bu gördüyünüz yerlərin hamısı bunların yerli avtobusları. Yəni nəqliyyat vasitələri bunlar. Neysə. İndi Cebu'nun mərkəzini falan. Mərkəzini, tarixi mərkəzini falan göstərim. Orada Cebu haqqında məlumat verəcəm. Getdik. Və yaxşı, Cebu nəyə görə bu qədər önəmlidir? Cebu ona görə önəmlidir ki, İspanların, Magellan'ın Filipində ilk gəldiyi yerlərdən birisidir və bu yerlərə gəlir Magellan ilk dəfə və burada Cebu kralını, o vaxtın Cebu kralını Hristiyan olmağa dəvət edir və Cebu kralı da onun dəvətinə belə deyim, razılıq verir və Hristiyan olur, Hristiyanlığı qəbul edir və sizə bir şey göstərim. Burada gördüyünüz bu xaç, Magellan bura gələndə gətirdiyi xaçdır, özü ilə gətirdiyi xaçdır. Onu gətirib gördüyünüz mərkəzə qoyur Magellan. 1521-ci ildə. 1521-ci ildə Magellan bura gəlir və bu xaçı bura qoyur və belə deyim, Cebu, o vaxtın Cebu kralını da Hristiyan olmağa dəvət edir. Cebu kralı da Hristiyan olur. Nəysə, oralar uzun məsələlərdir. Ya bu videoda, ya qarşıdakı videolarda falan bilmirəm, o haqqda danışacaq. Deyim ki, Magellan bura gəlir və öz qoyduğu burada, bu mərkəzdə bir xaç qoyur. O xaçı indiyə qədər də, deyim, mühafizə edirlər. Ümumiyyətlə, Filipin uzun müddət İspan müstəmləkəsi olubdur. 330 ilə yaxın falan İspan müstəmləkəsi olubdur. Daha sonradan artıq İspan-Amerika müharibəsində 1890-cı illərin sonlarında Amerika Birləşmiş Ştatları Filipinə nəzarəti ələ keçirir və bu səfərdə Amerika Birləşmiş Ştatlarının müstəmləkəsi olur Filipin və 1946-cı ilə qədər, 2-cü Dünya müharibəsi sonuna qədər bu davam edir. Daha doğrusu 2-cü Dünya müharibəsində bir dövr Yaponlar gəlib Amerikalılardan alır buranı falan və Amerika Birləşmiş Ştatlarının müstəmləkə etdiyi dövrlərdə Amerika Birləşmiş Ştatları qatı şəkildə Amerika Birləşmiş Ştatlarının bütün sistemini burada təbliğ edirdi. Necə? Yəni dili olsun, tədris sistemi olsun və s. və ilə axır bütün hamısını burada məcburi eləmişdi və onun üçün də bugün Filipinin iki rəsmi dili var. Bir Filipin öz dili, bir də Amerika dili neydi? Bir də İngilis dili. Yəni İngilis dilində demək olar ki, tanışmayan insan tapmaq Filipində çox müşkül məsələdir. Filipində böyüyündən kiçiyinə hamısı. O ne iş anası o? Anası öyle. What's this? Jackfruit. Jackfruit. Diyorum anası jackfruit. Amerika Birləşmiş Ştatları burada İngilis dilini falan tədris eləməyə başlayır və belə deyim, bugünə qədər də İngilis dili Filipinin rəsmi dili olaraq qalmaqdadır. Uşağı, böyüyü falan beşməkan hamısı burada İngilis dilini bilir. Həmçinin Filipin adalarının böyük əksəriyyətində hətta İspan dilində təmiz bilirlər. Çünki dediyim kimi 330 il burada İspan müstəmləkəsi. Buralar da olsa İspan müstəmləkəsi olub. Gördüyünüz şeylərin adı Santa Niño'dur. Santa Niño deyim də. Yeni il öncəsi falan
çıxardır ortaya. Santo Niño-da İsa Məsihin uşaqlıq halını təsvir edir. Yəni İsa Məsihin uşaq halını və belə bir şaxta babanın yerinə burada Santo Niño formada heykəl. Bu heykəllər əslində yəni bayram ərəfəsində, Sinlog bayram ərəfəsində çıxarılır və İsa'nın dediyim kimi Santo Niño, İsa Məsihin uşaqlığını təsvir edən bir heykəldir. Burada Santo Niño. Görürsünüz burada həmin ki katedral. Katedral kilsəsi. Bazilika belə deyil, bazilika. Go in peace and serve the Lord. İçəridə Santo Niño bazilika. Viva Pit Señor! Viva Señor Santo Niño! İçəri girmək istəyirəm, deyək ki, short final olmaz. Çox qəşəng svetoforları var. Yəni 2 üstündə yazılar ki, ay insan 40 saniyədən sonra 30 belə svetofordan böyükdür rəqəm. Burada Cebu katedralı. Bilirəm, katedral çox göstərmişəm videolarda falan, amma istədim bunu göstərim. Cebu katedralı. Hepsi yarış başladı. İçərisindən qaydaq katedralın içine. Geçen yağış başladı. Bu yolun kenarındaki bibiler de görürsünüz, hamısı o şamlardan satırlar. Ümumiyyətlə bu ərəfələrdə bu cür şamlar çox satılır. Ne var ki, görürsünüz, yol boyu hər kəs bu şamlardan satır. Almır, ne istəyirsən? O şamları da baxın bu formada. How are you? Bu ərəfələrdə bu şamlar buralarda çox satılır. Ne kadar? Burada bunların lokal yerli marketleri, bazarları. Burada biraz daha belə deyim, Cebu'nun daha kasıb təbəqəsi falan yaşayır. Burada çocuklar var, uşaqlar. Ağırlarlar. Oyun oynayırlar. Burada dediğim kimi bunların lokal marketler. Hi, how are you? Her cür eksotik meyve burada tapmaq olar. Eksotik. Ako mili, magungos lang pa ako na. Cebu'nun meyve tərəvəz var. Bilmə bax, nə vecinə, yatı ver, iş gör, iş gör, iş gör. Vay, bu ne iyi bedir çöktü. Soğan da bu.
Hani iyi becər kökləri var bunların. Belə pomidor olar ha. Bu tərəvəzə idi, yəqin ki qabaqlar da meyvədir. Burada da meyvə, ananas var burada. Banan, abi banan rep diyeceği birazdan. Banan ne gündür? 25 kilosu 25 pesona göre değil. 70 kapı 80 kapı. Marco, ay sense na kailan na sila Danny Rocky, diyan gibisita si Rocky na sa Leyte, sila duha ang nagtiksanay. Nawala ang mga ngisi sa baba nila ni Rocky at ni Ma'am Risa. Pinakita sila. Nawala na ako. Đây. Rồi. Này má. Spread. Bu hara gedir bilmirəm, amma minmək istəyəm buna. Bilmirəm hara gedir bu. Biraz geçsin düşərəm. Yox. Nədən? Bilmirəm hara gedir bu. Simbahan ni Guadalupe. Mənim üzülüm de bu. Bildiğin üzülümdür bu. Bila ni. Kulum böyle. Đâu? 13 peso bizim bununla ilgili təklifi ne deyil? 30 qəpik satır. Bila ni. O yəni məsafədən asılı olaraq dəyişir. Bir dənə minus oldu ki, çox saxlama, gedi-gedi düşməlisin. Qətiyyən fikrim yoxdur ki, bu hara gedir. Heç bir fikrim yoxdur ha. Yolumuz haradır. Şönsən düşəcəm qardeş, şönsən düşəcəm. Düşəcəm çünki artıq bəsdir. Əsas oydu ki, dadına baxdıq. Bəsimiz bu formada bir İsmail nəqliyyatları var. Filippinin Cebu'nun. How are you? Fine. What about you? Evet, düşünürəm ki videomu çox uzatmayaq, elə buralarda yekunlaşdıraq və çox uzanmasın. Bu olsun, Cebu'ya gəliş, Cebu ilə ilkin tanışlıq videosu. Hələ ki buralardayıq, uzun bir müddət. Növbəti videolarda görüşəcək, sağ olun.